Bir zamanesi var, dargındı bu dünya insanlara. Ay kalan iller dönür bir anlara. Ömrümüz geçir, dolur yadlara. Öten öptük, geçen geçir. Bakma dostum gelir, geldiğin günlerini hatırlama. İnan dostum, her pesinin öz zamanesi var. İnan ki her yaşın öz güzelliği var. Yüzündeki çizgilerinin, saçındaki beyazların, İnan bana dostum, öz yaraşığı var. Kalbimdeki incilerinin, yaşar olan illerinin, İnan ki her yaşın öz güzelliği var. Duygular artık sönür hatireler, arzular uzağa bizi aparır. Görünür insanın sonuna kadar Vüsala çatma ümidi kalır. Öten öptük, geçen geçir. Bakma dostum gelir, geldiğin günlerini hatırlama. İnan dostum, her pesilin öz zamanesi var. İnan ki her yaşın öz güzelliği var. Yüzündeki çizgilerinin, saçındaki beyazların, İnan bana dostum, öz yaraşığı var. Kalbimdeki incilerinin, yaşam olan illerinin, İnan ki her yaşın öz güzelliği var.
Siz dostlar, hörmətli müəllimlər və şagirdlər, əziz məclis iştirakçıları, hamınızı xoş gördük. Bizim təklifimizi qəbul etdiyiniz üçün sizə minnətdarım. Belə bir əziz gündə anamın, Aynə müəllimənin yubileyinə yığışdığınız üçün mən sizə hamınıza təşəkkür edirəm. Bildiyiniz kimi Aynə müəllimə ömrünü məktəbə həsr etmiş bir azdan. Ona görə şəxsən mənim üçün mamanı məktəbsiz təsvir eləmək qeyri-mümkün. Ona görə istədik ki, bugünkü məclisi biraz məktəb formatında keçirək və bugünkü məclisin adını belə açıq dərs qoyaq. Həm məktəblə bağlı olsun, həm də ki, yubileyarın ürəyincə olsun, onun məktəbi həmişə onun yanında olmalıdır. Bizim bu açıq dərsi açmaq üçün, başlamaq üçün, start düyməsində basmaq üçün gəlin yubileyarın özünə söz verir. Hörmətli məclis iştirakçıları, hamınızı salamlayıram, hamınıza xoş gəlmişsiniz deyirəm. Çox sevinirəm ki, bugün siz mənimləsiniz. Bugün çox istərdim ki, ciddilikdən, çərçivələrdən uzaq, səmimi bir gün keçirək. Ürək sözlərimizi deyək. Sanki müəllim ömrünün açıq dərsi hesab edək. Çox sağ olun. Hər insanın həyatında mühüm hadisələr baş verir. Yəni, hansısa bir şeylər var ki, onun həyatına tam təsir göstərir. Anamın da həyatında belə təsir göstərən təbii ki, məktəbdir və onun həyatı elə məktəblə bağlıdır. Amma bu insan özü müəllim olmağına baxmayaraq, özü də nə vaxtsa uşaq olub və onun uşaqlığından bizə bir neçə kəlmə danışa bilən onun özünün də anası buradadır. Bizim Familya nənəyə də bir söz verək. Əziz buraya yığılmış hürmətli müəllim ya da mənim qızlar, hamınız xoş gəlirsiniz. Buna görə ki, siz hamınız mənim balalarısınız. Bu ailə mənim birinci, ilki balamdır. Bu baladan sonra 6 balanı dünyaya getirirəm. Hamısını bu uşağını şatlayın. Bu mənə də vədinə olur, mənim balalara da. Vallah qalın. Mən kütələrdə, o yanda, bu yanda uşaqları bu şatlayın. Balacalıqdan bunu ailə müəllimə deyirdim. Allah vaxtını eləsin, sizin hamısının balaları bunu da. Və sana. Çox sağ ol Aynə. Həqiqətən Aynə müəllimə özü çox uşaqlı bir ailədə doğulub. 7 uşaq arasında ən böyüyü elə Aynə müəllimə özüydü. Ona görə həm uşaqlara müəllimlik edir. İndi nənənin söylədiyinə kimi o vaxtdan müəllimlik sənətində yiyələnir. Analı dünyanı mənə bəxş edən ana. Mənə deyilən bütün xoş sözlər anamın ünvanına yazılmalıdır. Mən təklif edən bəlkə bir rəqs edək.
Demək istərdim ki, ümumiyyətlə, müəllim olmaq böyük şərəfdir. İndi ibtidai sinif müəllim olmağın da öz gözəl xüsusiyyətləri var. Onlardan biri odur ki, ilk müəllimini adətən yadda saxlayırsan. Yəni ki, çünki uşaqlıqda məktəbə ilk addımları basanda orada birinci gördüyün adam sənin ilk müəllimin olur. İnanmıram ki, bir adam var ki, onun yanında özü birinci, ilk müəllimi yadda qalmıyor. Yəni, elə şey deyil mümkündür. Bütün ilk müəllimlərimizi can sağlığı arzulayıram. Yəni, kiminsə ilk müəllimi bəlkə həyatdan köçüb. Sağ olan müəllimlərə Allah can sağlığı versin. Aynı müəllimin özü ilk müəllimi olmaqla bərabər, onun özünün de bir ilk müəllimi olur. Bugünkü məclisdə iştirak edə bilməyib sənətə görə, amma öz video mesajını göndərib, yəni ürək sözlərini göndərib. Düşünürəm ki, bizim üçün hamımız üçün maraqlı olardı. Aynə müəllimə özü necə bir şagird olub, yəni onun ilk müəlliməsindən də bir mesajı olur. Aynı müəllimin doğulduğu mənim kəndin kadrlardır bu. Elə oradan başlayır Aynı müəllimin tarixçəsi. Həm həyat tarixçəsi, həm də ki, məktəb tarixçəsi. Uca dağlarda həmişə qar var. Elə indi də qar var. Bu günlərdə çəkilib, yəni ki, səhv eləmirsin, ya dünən ya sırağı gün çəkilib, yəni ki, görürsünüz ki, qardır, hə. Salam əziz Aynə müəllimə, sənin ad gününü təbrik edirəm. Sənə uzun ömür, can sağlığı, işlərinizdə yüksək məvfəqiyyətlər arzu edirəm. Allah kömək olsun, çox sağ ol, məni yerə getirmirsən. Əziz müəllimə, mənim şagirdim olan müəllimə, heç vaxt məni unutmursan. Sənin uşaqlara, sənə can sağlığı arzu edirəm, dünya. Mən kənddə, İlyarla bir yerdə, biz kənddə yaşayırıq. İlyar mənə baxır, yaxşı saxlayır məni, hələ deyib. Bakıda olsaydım, sizin ad günümdə iştirak edərdim. İndi kənddəyəm. Əziz dostlar, doğrudan da ibtidai sinif illəri, sinif müəllimi heç vaxt unudulmur. İllər keçib, özüm yaşad olmuşam. Ancaq mən ilk müəlliməni unuda bilmirəm. Nə vaxt o Qusar rayonun Uçqar kəndinə getdim, mən o müəlliməyi deyirəm. O özü bir böyük savab işdi. Ona görə alqışlayan mənim ilk müəllimimi xahiş edirəm. Çox sağ olun, çox sağ olun. Hər çalan əlləriniz var olsun, çox sağ olun. Zərli müəlliməyə də bütün ilk müəllimlərlə bərabər Allah can sağlığı, uzun ömür, bütün ürəyindəki nə arzular var, hamısı həyata keçdirməlidir. Bu məclisimizi aksakallardan başlamaq istədik. Bu həm bizim aksakallara olan hörmətimizdir, həm bu belə də olmalıdır, çünki bizdə aksakallar həmişə önündədir. İndi bizim aksakalların yenə bir aksakalımız bizimlədir. Aynə müəllimənin şagirdi, babası Rəcəbəli Sultanov, bizim hörmətli şairimiz, əgər mümkünsə Rəcəbəli müəllim öz ürək sözlərinizi bugün bizə çatdırın. Mən hamınızı salamlayıram. Doğrudan da müəllim çox böyük bir addır. Mənim hətta kiçik vaxtlarımda olan xatirələrim gəldi mənə yadıma düşdü. Mən də buradan öz müəllimlərimi yada salıb
sağ kalanlara canı sağ olsun, olmayanlara rahmet diliyorum. Bu böyle. Aynen müəllimə, ben sizi təbrik edirəm. Ben sizə can sağlığı arzulayıram. Ben demək istəyərdim ki, hətta buradaki müəllimləri də salamlayıb demək istəyərəm ki, müəllim həyatın dayağıdır, gücüdür. Dərdləri döyündürən gücdür. Allah'a yaxındır Peyğəmbər kimi. Belə müəllimə səcdə gərəkdir. Bu doğrudan da bütün müəllimlərə aiddir. Ben buradaki müəllimləri hamısını salamlayıram, hamısına can sağlığı arzulayıram. Qaldı ki, Ayna müəllimi, siz gərək bir müəllim kimi mənə bağışlayırsınız. Mənim 77 yaşım var. Yazdığım yadımda qalmayıb, bunu gərək vərəqdən sizə oxuyam. Ürəklərdə sevinmişsən, billur kimi müəllimsən. Təbrikim var ad gününə, əziz Ayna müəllimə. Bacarıqlı el qızına, qurban kəsək ad gününə. Layiqsən müştəri ada, yaşa, yarat müəllimə. Ocağın şagirdinə, verdin bilik hər birinə. Doğmalaşdın gündən günə, bacım kimi müəllimə. Hər ailənin əzizisən, körfələrin yərəksən. Görüb sizə deyəcəklər, salam Ayna müəllimə. Şeyh Şamilin nəslindənsən. Kök üstündə böyümüşsən. Qafqazlısınız, ziyalısınız. Var ol Ayna müəllimə. Rəzəbəli şagird kimi. Qoy əyləşsin körfələrlə. Lövhənizdə bir söz yazsın. Salamat ol müəllimə. Doğrudan da, yəni təkrar etmək istəyirəm ki,